Pomidorların bəlası ağ milçəklər. El arasında buna ağ kəpənəyi də deyirlər. Ağ milçəklərlə Bemisia tabaci, Trialia rhodes vaporariorum mübarizə həm kənd təsərrüfat sahələrində, həm də istixanalarda bitki sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bu zərərvericilər yarpaqların alt tərəfində məskunlaşaraq bitki şirəsi ilə qidalanır. Bitkinin inkişafını ləngidir, yarpaqların tökülməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bundan əlavə, onlar pomidor bitkiləri üçün təhlükəli olan bir çox virusların, məsələn, pomidorun xlorozu virusu, TOCV və yarpaq qıvrılması virusu, TYLCV əsas daşıyıcısıdırlar. Ağ milçəklərə qarşı effektiv mübarizə üçün aşağıdakı üsulların birgə tətbiqi, inteqrasiya edilmiş mübarizə, İPPM tövsiyə olunur. Aqrotexniki və fiziki tədbirlər, həşərat torlarından istifadə, İstixanalarda ağ milçəklərin içəri daxil olmasını maneə törətmək üçün xüsusi sıxlıqlı torların, məsələn 50 meş 297 mikron və ya daha sıx quraşdırılması vacibdir. Sarı yapışqanlı tələlər, zərərvericilərin sahədəki sayını izləmək və vaxtında insektisid tətbiq etmək üçün sarı rəngli yapışqanlı tələlərdən istifadə edilməlidir. Bitkisiz dövrlərin tətbiqi, zərərvericilərin həyat dövranını qırmaq üçün sahəni müəyyən müddət 2-3 ay bitkisiz saxlamaq populyasiyanın kəskin azalmasına kömək edir. Sanitariya və təmizlik, sahədəki alaq otları və məhsul yığımından sonra qalan bitki qalıqları mütəmadi olaraq təmizlənməli və məhv edilməlidir. Çünki onlar ağ milçəklər üçün sığınacaq rol oynayır. Sağlam ştillər, yalnız zərərverici və virusdan azad olan ştillərin əkilməsi təmin edilməlidir. Bioloji mübarizə, ağ milçəklərin populyasiyasını idarə etmək üçün təbii yırtıcılardan, o cümlədən parüzənlərdən, lady beetles, torqanadlılardan, lacewings və parazit arılardan istifadə etmək mümkündür. Həmçinin, Boveria bassiana kimi mikrob ekstraktları bioloji mübarizə vasitəsi kimi tətbiq olunur. Üzvi mübarizə reseptləri, nim məhlulu, 2 kiloqram yaşıl yarpaq və ya meyvə, 9 litr su və 100 ml bitki sabununu qarışdırıb 3 gecə saxladıqdan sonra süzərək bitkilərin üzərinə püskürtmək ağ milçəklərə qarşı effektiv təsir göstərir. Kimyəvi mübarizə, insektisidlərin tətbiqi ağ milçək populyasiyasını azaltsa da virusların yayılmasını tam dayandıra bilmir. Çünki həşəratlar dərman təsirindən ölməzdən əvvəl virusu bitkiyə yoluxdura bilirlər. Bu səbəbdən kimyəvi mübarizə digər metodlarla birlikdə həyata keçirilməlidir. Ağ milçəklərlə mübarizə bir qalanı müdafiə etməyə bənzəyir. Qalanın qapılarını torlarla bağlamalı, daxildə keşikçilər, bioloji yırtıcılar saxlamalı və qalanın ətrafındakı bütün gizli sığınacaqları, alaq otlarını təmizləməlisiniz ki, düşmən içəri sızmaq üçün yer tapa bilməsin.